Choose the correct variant. Boşluq clothes need ironing but boşluq don't. Buradan göründüyü kimi abituriyentlər yəli əvəzlikləri ilə bağlı biliklərə sahib olmalıdırlar. Yəli əvəzliyinin iki növü vardır. Asılı forma və müstəqil forma. Asılı forma özündən sonra isimlə işləndiyi halda, müstəqil forma isimsiz işlənir. Diqqət yetirsək, birinci tərəfdə clothes ismi verilmişdir. Ona görə burada asılı forma seçilə bilər. Amma ikinci tərəfdə isim olmadığı üçün burada mütləq müstəqil forma seçmək lazımdır. Diqqət yetirsək görəcəyik ki, A, S, D və Y variantlarında verilən my, Z və H əvəzlikləri asılı formadır və özlərindən sonra isim tələb edirlər. Ona görə doğru cavabımız məhz B bəndi olacaqdır ki, burada H asılı forma, his isə müstəqil formadır. Kişi cinsində yəli əvəzliyinin asılı və müstəqil forması eyni olduğu üçün cümləmiz bu şəkildə qurulur. Her clothes need ironing, but his don't. Onun paltarları ütülənməyə ehtiyacı var, amma onun xeyr, qadının və kişinin, yəni H qadın cinsində, his isə kişi cinsində olan yəli əvəzliyidir. Doğru cavabımız B bəndi.